ən böyük arzum maşın ustası olmaqdır. Mən böyüyəndə Azərbaycan dil müəllimi olmaq istəyirəm. Mən yaşlılarıma bunu demək istəyirəm ki, yaxşı oxusunlar, məktəbə getsinlər, təhsil alsınlar, müəllim olsunlar. İlk baxışdan bu səslər, bu arzular hər bir məktəbdə eşidilən adi uşaq xəyalları kimi görünə bilər. Amma bu səslərin sahiblərinin hekayəsi fərqlidir. Bu arzular məhdudiyyət tanımayan Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbinin şagirdlərinə məxsusdur. Mən böyüyəndə müəllim olmaq istəyirəm. Riyaziyyat müəllimi. Burada dünyanı görmək üçün gözlər yox, toxunuşlar işə düşür. Bir səslə istiqamət tapılır. Bu məktəbdə uşaqlar sadəcə oxumağı deyil, öz yollarını sərbəst tapmağı öyrənirlər. Tədris isə ən fundamental bacarıqlardan başlayır. Mənim gözlərimin zəif olması təhsilimə mane deyil. Mənim adım Fəxrimdir. Gəncədən gəlmişəm mən. 2-ci sinifdə oxuyuram. 2 həftədən bir evə gedirəm. Dərslərim çox yaxşıdır. Mən Brail əlifbası keçirəm. Girifindən yazı yazıram. Azərbaycan dilini, riyaziyyatı, alman dilini, rus dilini, bütün dərsləri mən bilirəm. Uzaq şimalda. Sonra dedim. Gəl Morjun yanına gedək. O Təbii ki, məktəbimizə gələn uşaq, deməli məktəbə qədər təlim görmədiyinə görə biz ilk günlərdə uşaqları məktəbə cəlb etmə prosesini həyata keçiririk. Bizdə görmə məhdudiyyətli uşaqlar üçün dərs prosesində daktil, yəni əllə işləmə prosesi daha öndədir, daha mühüm rol oynayır. Buna görə də biz ilk dərs günlərində artıq başlayırıq uşaqların əllərini inkişaf etdirməyə. Yəni bu özü bir təlimdir artıq. Nöqtələrə yerlərini müəyyən etmək üçün bizdə müəyyən dəftərə qədər, pribora qədər, yazı alətlərinə qədər müəyyən bir etaplar var ki, biz o uşaqlarla həmin etapları keçirik. Bu aparat sətirlərdən və gözlərdən ibarətdir. Hər gözdə də 6 nöqtə, deməli 6 nöqtədən istifadə olunur. Azərbaycan əlifbasının bütün hərfləri bu deməli 6 nöqtədə yerləşdirilir. 4-5-imizi də vurmağı unutmuyoruz. Bəli, böyük hərflərimizi qoyuruq. 4, 5, 6, 7, 8 Və 8. Bütün mövzuları istəyir yazı tərəfdən, istəyir şifahi tərəfdən, istəyir oyun şəkli, istəyir qruplaşma şəklində bütün fəal təlimləri həyata keçiririk. köküdür, dül, zaman şəkilçisidir, lər də nə şəkilçisidir? Cəm şəkilçisidir, yazaq. Bu məktəbdə təlimin ilk mərhələsi başqa məktəblərdən tamamilə fərqlidir. Uşaqlar əvvəlcə toxunaraq formaları, məsafələri hiss etməyi öyrənirlər. Bugün burada 315 şagird təhsil alır. Onların 106-sı məktəbin sakinidir. Məktəbin internat sistemində ikinci növbədə tərbiyəçilər uşaqları dərslərə hazırlaşdırır. Gündəlik bacarıqları öyrədir və onları sabahın müstəqil gəncləri olmağa addım-addım yaxınlaşdırır. Bizim əsas vəzifəmiz şagirdlərə ev tapşırıqlarının
yerinə yetirilməsi ilə yanaşı onlara ilkin bacarıqların, sosiallaşma bacarıqlarının, yəni aşılanmasından ibarətdir. Biz şagirdlərlə əsas dərsdən əlavə olaraq asudə vaxtımızda səmərəli keçirməyə çalışırıq. Onlarla müxtəlif əl işləri hazırlayırıq. Həm kiçik, həm də böyük motorikanın inkişafı üçün müxtəlif fəaliyyətlər yerinə yetiririk. Bundan əlavə onların müxtəlif dərnəklərdə iştirakının təmin olunmasına da yaxından köməklik göstəririk. Bəzi şagirdlərimiz musiqi dərnəklərinə gedir, bəziləri aplikasiya dərnəklərində, bəziləri isə artıq bizdə folklor dərnəyi fəaliyyət göstərir. Şagirdlərimiz bu folklor dərnəyində də fəal iştirak edirlər. Şagirdlərimizdən 3 nəfər məktəbimizin yataqxanasında qalır. Bu uşaqlar da xüsusilə yaxından köməklik göstəririk onlara. Onları özünə qulluq vərdişlərinin aşılanması bizim üçün əsas vəzifələrdən biridir. İlkin gələndə şagirdlərimiz demək olar ki, orientasiyaları yox idi. Sinifdə, koridorda, yeməkxanaya gedərsən və ya ayaq yoluna gedərkən istiqaməti müəyyən edə bilmirdilər. Amma demək olar ki, 1-2 nəfərdən başqa bütün uşaqlar bu bacarığa da yiyələnmişdirlər. Sinifdə olan şagirdlərə deməli yemək vərdişlərinin aşılanması da bizim vəzifələr siyahısına daxildir. Biz onlara yaxından köməklik göstəririk. Dərsdən sonra məktəb daha da canlanır. Burada hər kəs öz yolunu, öz istedadını tapmağa çalışır. Kimi əl işləri hazırlayır, kimi isə musiqi alətlərində məşq eləyir. Bəzən onlar bir-birinə sadəcə yoldaş olmur, bir ansamblın üzvlərinə də çevrilirlər. Mən Sadiq Sariyev Sakitoğlu, 5 nömrəli internet məktəbinin 9-cu sinifdə oxuyuram. İnşallah arzum odur ki, Nağara məktəbində müəllim işləmək istəyirəm, arzum odur. Mən Cəfərov Nazim, 5 nömrəli gözlənillər məktəbində 12-ci sinifdə oxuyuram. İnşallah arzum odur ki, Milli Konservatoriyanın tarix ixtisası üzrə qəbul olmaqdır. Göründüyü kimi bu məktəbdə musiqiyə xüsusi maraq var. Görmə məhdudiyyətli uşaqların musiqi duyumu çox vaxt daha güclü olur. Elə buna görə də internat məktəbinin həyətində yerləşən gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbi onların istedadının üzə çıxdığı yerə çevrilib. ...315 şagirddən 156 nəfəri burada musiqi tədrisinə cəlb olunub. ...45 ildir bu məktəbdə tar ifa etməyin sirlərini şagirdlərinə öyrədən İmam Əli müəllim də öz həmkarları kimi şagirdlərini musiqi məktəbinə özü gətirir. Görmə məhdudiyyətli uşaqları musiqiyə biraz görən uşaqlara görə biraz çətin olur. Lakin bəzən elə olur ki, görmə məhdudiyyətli bir uşaq görmə qabiliyyəti olan uşaqdan daha istedadlı olur. Burada elə uşaqlar daha çox olur.
Onların bir çoxu ali məktəblərdə oxuyublar, konsertlərdə çıxış eləyirlər. Bir neçə uşağımız prezident mükafatına layiq görülüb, müsabiqələrdə qalib olublar və təhsillərini davam etdirdilər. Elə bura musiqi məktəbinin bir çox müəllimləri bir vaxtı bu məktəbdə oxumuş şagirdlərdir. Hal-hazırda bir yerdə öz müəllimləri ilə çiyin-çiyinə uşaqlara musiqi təhsili öyrədirlər. Hal-hazırda Vüsal müəllim bizə Akşin Ağazadənin Zənci əsərini öyrədir. Biz bu əsəri ansambl formasında öyrənirik. Ən böyük arzum konservatoriya qəbul olmaqdır. Bu məktəbdə uşaqlar dünyanı başqa cür görürlər. Onlar kitabları barmaqları ilə oxuyur, musiqini ürəkləri ilə duyur. Həyatı isə addım-addım hiss eləyərək kəşf eləyirlər. Amma ən vacibi, burada onlar özlərinə inanmağı, həyatın içində yer almağı öyrənirlər. Görməsələr də gələcəklərini qurmağı bacarırlar. Təhsil onlara gözlə görünməyən, amma bütün qəlblərlə hiss olunan bir gücü verir. Öz yollarını tapmaq gücünü.